Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün yanvar ayının 21-i 2026-cı il. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Hal-hazırda mən Ucar rayonu 20 yanvar küçəsində yerləşən Ucar rayon bayraq meydanındayım. Deməli, bir neçə gün bundan öncə həmin bu ərazidən vətəndaş mənə çəkiliş göndərmişdi ki, deməli burada malqara otlayır. Xahiş eləmişdi ki, həmin o videonu biz istimaliləşdirək. Biz o videonu istimaliləşdirdik. Bugün də buradan keçərkən yenə şahidi oldum ki, bax gördüyünüz kimi ərazidə mal otlayır. Biz vətəndaşın bizə göndərdiyi çəkilişdə bildirmişdik ki, bura bayraq meydanıdır, otlaq yeri deyil. Deməli, əraziyə nəzarət edənlər bildirirlər ki, dəfələrlə burada malqaranı qovub çıxardılar. Amma təəssüflər olsun ki, yəni bu hal burada tez-tez baş verir. Deməli, bu malqaraya nəzarət edən yoxdur. Nəzarət edən yoxdur ki, bax bugünkü gündə Ucar rayonunda belə bir yerdə, belə bir məkanda, bax belə bir bayraq meydanında belə bir rəzalət baş verir. Bu bayraq uğrunda bizim şəhidlərimiz canından keçdilər, qanlarından keçdilər. Neçə minlərlə şəhidimiz bax bu bayraq uğrunda, bayraq yerə enməsin deyə canlarından keçiblər. Bugün isə Ucar rayonun bayraq meydanında kiminsə mal otlayır burada. Buna nəzarət olunmalıdır. Mən bu çəkilişin vasitəsindən Ucar rayon İcra Hakimiyyətinin rəhbərliyinə xahiş edirəm ki, tapşırıq verilsin. İctimai yerlərdə malqaranın otlaması düzgün deyil. Bundan ötürü cərimələr olunmalıdır. Yəqin ki, mən belə fikirləşirəm ki, bu malqaranın sahibləri, bu heyvanların sahibləri nə qədər cərimə olunsalar da məhəl qoymurlar ya da ümumiyyətlə cərimə olunmurlar. Bir ehtimal da var ki, yəqin ki, bunlar cərimələrin aylıq illik ödəyirlər ki, istədikləri yerdə də belə malqaranı otarırlar. Mən buna görə xahiş edirəm bütün adiyyəti üzrə qurumlardan Ucar rayonunda artıq bu hallara son qoyulsun. Dəfələrlə bax belə çəkilişlər olubdur. İctimai yerlərdə belə malqaranın otlamasını çəkiblər, göndəriblər bizə. İstimaliləşdirmişik. Başqa insanlar da bu haqda danışıblar, amma çox təəssüf olsun ki, nəticəsi olmayıbdır. Mən inanıram, ümid edirəm ki, bizim bu müraciətimizdən sonra artıq belə hallar baş verməyəcək. Çox sağ olun, təşəkkür edirəm.